Kiçik şüşə parçasının içinə 3 milyon kitab və 100 minlərlə film saxlamaq inanılmaz səslənsə belə artıq realdır. Microsoft rəsmi olaraq məlumatların ölümsüzlüyünü kəşf edib. Layihəyə Silika adı veriblər. Bu kiçik şüşə parçası sayəsində məlumatlar 10 min il ərzində zədələnmədən saxlanıla bilər. Bu şüşəyə heç nə olmur. Onu qaynar suya atsalar belə, mikrodalğalı sobaya salsalar belə, iti əşyalarla cızmağa çalışsalar belə, hətta okeanın dibinə bastırsalar belə ona heç nə olmur. Bu işə yaramadıqda onu yandırmağa çalışsalar belə, yenə şüşə parçası bütün sınıqlardan keçərək tamamilə bütöv qalır. Bəs bu necə baş verir? Bu necə edirlər? Oftalmoloqların cərrahiyyədə istifadə etdiyi eyni femtosaniyə lazer sistemlərindən istifadə edərək 3 ölçülü mikroskopik hüceyrələrin saniyənin trilyonda birində davam edən impulsları atmaqla bir aradılar. Biraz qəliz oldu. Foxel adlandırdıqları bu kiçik hüceyrələr 301 təbəqədən ibarət borosilikat şüşənin içərisində yerləşdirilir. Bu material əslində bildiyimiz borosilikat şüşədən istifadə edilən eyni şüşədir. Möcüzə məhz burada başlayır. 4.8 terabayt məlumat 12 kvadrat santimetr ölçülü 2 millimetr qalınlığındakı şüşə parçasına köçürülüb. Hətta istənilən sərt diski parçalayaraq maqnit sahələrinə və radiasiyaya məruz qaldıqda belə təsirlənmir. O qədər davamlıdır ki, Microsoft bu şüşə parçalarını robotlar tərəfindən idarə olunan kitabxanada saxlayacağını açıqlayıb. Bu yolla bəşəriyyətin biliklərini heç vaxt yox olmayan bir arxiv kimi gələcək nəsillərimiz üçün qorumaq məqsədi daşıdığını insanlığa elan edib. Məncə bu şüşələrin kəşf olması yaxşıdır. Bu videolarımı oraya yükləyərəm ki, 100 il sonra nəvələrim bu videoya baxsın desinlər ki, babamız elmi kütləvi bloger olub.